Deməli uşaqlar, bugünkü dərsimiz olacaq həll olma, məhlullar və onlara aid olan müəyyən bir anlayışları öyrənəcəyik. İlk olaraq başlayacağıq həll olmadan. Hər birinin başlığın bəri başdan yazdım ki, bir-bir onları biz sizin üçün xırdalaya izah edək. Birinci başlayacağıq həll olmadan. Nədir həll olma? Həll olma bir maddənin başqa bir maddənin daxilində bərabər paylanmasına deyirlər. Aydındır? Məsələn, spirti atırsan suyun içərisinə, spirt suyun içərisinə yayılır, olur, həll olur. Spirt suda həll olur. Və yaxud da şəkəri atırsan suyun içərisinə, şəkər suyun içərisində həll olur. Və yaxud da qazlı su içmirsinizmi? Sirop. Qazı vururlar o həmin suyun içərisinə, qaz suyun içərisinə bərabər paylanır. Yəni qapağını açmayınca və ya çalxalamayınca o qazı görə bilmirsən. Çünki qaz bərabər şəkildə həmin o suyun içərisində, mayenin içərisində paylanır. Bu proses həll olma prosesidir. Bir maddənin başqa maddənin içərisində paylanması. Həll olma prosesi həm fiziki prosesdir, həm də kimya prosesidir. İndi niyə fiziki, niyə kimya, bu biraz dərin məsələdir, orta məktəbdə çox da buna girişmirik. Amma bir özü-özünüzdə bilin. Həll olma təkcə fiziki proses deyil. Çünki fiziki proses zamanı isti hadisələri baş verməz. Amma həll olma zamanı isti hadisəsi baş verir. İsti ya udulur, ya ayrılır. Məsələn, bərk maddələrin həll olması zamanı, yəni məsələn götür şəkəri, at qaynar suya. Şəkər həll olma zaman istiliyi udur. İstiliyi nə edir? Udur. Deməli, bərk maddə həll olarkən istiliyi nə edir? Udur. Endotermik prosesdir bərk maddənin həll olması. Amma qaz həll olarkən istilik ayrılır. Qazların həll olması eksotermik prosesdir. Yəni bir, özü də görmürsünüz də, evdə səhər şirin çay eləyəndə, həmin o çaya biraz şəkər tökürsünüz ki, çayın o istiliyi biraz azaldı. Çünki bərk maddə həll olması zaman istiliyi nə edir? Udur. Qazların həll olması necə prosesdir? İstiliyin ayrılması ilə gedir. Qazların həll olması necə? İstiliyin ayrılması ilə gedir. Bundan əlavə, temperatur və təzyiq də həll olmaya təsir edir. Nə təsir edir? Temperatur və təzyiq. Siz özünüz müşahidə eləmişsiniz. Soyuq suda mı daha çox şəkər həll edə bilirsiniz, yoxsa isti suda? O zaman bərk maddənin həll olması temperaturla düz asılıdır. Nə mənada? Temperatur artanda bərk maddənin də həll olması artır. İndi bir qrafik çəkirəm sizin üçün. Bu qrafikdə həll olma ilə temperatur arasında əlaqə yazaq. Həll olma, bu da temperaturumuz olsun. Deməli, temperatur artdıqca bərk maddənin həll olması nə olur? Artır. Yəni bu miqdar olsun da qramdır, ya moldur, fərqi yoxdur. Məsələn, aşağı temperaturda daha az həll olur. Biraz temperatur qalxır, biraz da yuxarı. Məsələn, 10 dərəcə, 20 dərəcə, biraz qalxır, biraz da çox həll olur. Yəni daha çox həll edirsən, qaşıqla götür. 1 qaşıq, 3 qaşıq, 5 qaşıq. Qazlar belə deyil əzizlər, qazlar belə deyil. Qazların həll olması temperaturla düz asılı deyil, tərs asılıdır. Necə yəni tərs asılı? Qazlı içkilər var, onların üzərində nə yazılır? Soyuq halda için. Niyə soyuq için? Çünki o isinsə, onun içindəki qaz çıxır. Qaz çıxır, ona görə də onun dadı da dəyişir. Ona görə onların üzərində yazılıb ki, bax, siz əlində bax, içirsən. Məsləhətli deyir, amma içməsəz yaxşıdır. Rəngli suları soyuq için. Niyə soyuq için? Çünki onun içərisində karbondioksid var. O isinəndə karbondioksid məhluldan nə edir? Uzaqlaşır. Yəni qazların həll olması zaman keçdikcə, zaman deyirəm ha, temperatur artdıqca qazların həll olması nə olur? Azalır, aşağı düşür. Məntiqi başa düşdünüz? Bir də təzyiq görəsən necə təsir edir həll olmaya. Nə? Təzyiq. P ilə işarə olunur. Təzyiq həll olmaya? Hə. Bərkin təsir eləməz uşaqlar. Bərkin həll olmasına təzyiq təsir etməz. Müəyyən temperaturda təzyiqi nə qədər də artırsan artır, bərk maddənin həll olmasına elə ciddi təsir eləmir. Amma qazlara həll edir. Qazlara nə edir? Siz o həmin qazlı suyun qapağını açanda qaz nə edir dərhal? Qaz çölə çıxır. Niyə çölə çıxır məhluldan? Çünki siz onun qapağını açmaqla nə edirsiniz? Həcmi böyüdürsünüz. Həcmi böyüyəndə nə olur? Təzyiq azalır. O belədir də, qutu təqribən belə bir qutudur da, elə burada qapağı var. Burada biraz yer var da, burada qaz var. Həcm balacadır burada. Sən bunun qapağını açan kimi artıq bütün otaq olur bunun həcmi. Həcm böyüdüyü üçün təzyiq nə olur? Azalır. Təzyiq azalan kimi də qazlar nə edir? Kütləvi şəkildə çölə çıxır da fışıltı ilə. Düzdürmü? Deməli o zaman təzyiq artdıqca qazların həll olması artır, azalsa azalır. O qazların həll olması təzyiqlə düz asılıdır, amma bərkə təzyiq təsir etmir. Aydın dərzlər, başa düşdünüz? Amma onları içmək məsləhətdir. Yaxşı? O rəngli suları içməyin. Adi su için, adi su, təmiz su. Yaxşı? Bəli, bu da potasyum. Elə o da ondan deyil. O rəng təbii rəng deyil ki. Deməli, keçək məhlul nədir bəs? İndi biz götürdük, tutaq ki, şəkəri əldə elədik də suyun içərisində.
Bəs şəkəri suda həll etdik, aldıq məhlul. Nə aldıq? Şəkəri suda həll etdik, nə aldıq? Məhlul. Bu da bir məhluldur. Bu arada. Bəli. Məhlulun müxtəlif hissəcikləri var. Deməli əzizlər, məhlul nədir? Həll olan maddədən və həll edicidən ibarət bir cins homogen sistem. Bir cins homogen sistemi nədir? Adi gözlə və ya optik cihazdan seçə bilmirik. Bildiklərimiz heterogen olur. Bilmirik, bu homogendir. Məsələn, götürsən şəkəri qatırsan suya. Adi gözlə şəkər hardadır, su hardadır bilirsən. Dilimə vuranda istəyirsən, aha şirin dadır. Deməli, burada şəkər var. O dəqiq şəkər görürsən hardadır və ya seçə bilsən su hardadır. Spirtlə suyun məhlulunu görmüsünüz? Baxanda elə şəffafdır da. Spirt harda, su harda bəllidir. Qarışıb da bir-birinə. Deməli, məhlul nəymiş? Həll olan və həll edicidən ibarət, hə? Bir cins sistem. Məsələn, həll olan kimi gəl nə götürək? Duz götürəkmi? Həll olan olsun duz, həll edici də olsun su. Bunların bu qarışığına da deyirlər nə? Məhlul. Nə deyirlər uşaqlar? Məhlul. Aydındır. İndi sual verəm. Bu məhlulun kütləsi hansı ikisinin cəmidir? Həll olanla? Deməli, M həll olan üstə gəl, M həll edici bərabər nəyə? Məhlulun kütləsinə. Məsələn, mən duz götürmüşəm 50 qram, suda 150 qram suda əldə eləmişəm, o zaman məhlulun kütləsi nə qədər olacaq? Məhlulun kütləsi olacaq 200 qram. Bu qədər sadə. Aydındır? Başa düşdünüz? Deməli, məhlulun kütləsi həll olan maddə ilə həll edicinin kütlələri cəminə bərabərdə məhlul məsələddir bu. İndi sizə bir sual verim mən. Bu məhlul bilik. Siz zaten bunlarda görmüsünüz. Spirt görmüsünüz, spirtin suda məhlulu. Sonra nə bilim, şəkərin suda məhlulunu görmüsünüz. Duzun suda məhlulunu görmüsünüz də bir çox məhlul görmüsünüz siz. İndi burada bir məsələ var. Məsələ nədir? Uşaqlar, bu məhlulun var qatı məhlul, bir də var duru məhlul. Siz indi qatı sözün başa eşidən kimi qatı gəlir yazsa ki, qatı olur, mal qatı olur. Buradakı qatı o deyil. Buradakı qatı həll olan maddənin miqdarını ifadə edən bir termin. Nə mənada? Əgər həll olanın miqdarı çoxdursa, o məhlul olur qatı. Azdırsa, olur duru. Məsələn, səndə var spirtin suda məhlulu. Spirt plus nə? Su. Görmürsünüz də o şeyin üzərində yazır 70%. 70%dir. Yəni 70% spirtdir. Neçə faiz spirtdir? Yerdə qalan 30% sudur. Bir də var spirt plus su, bir dənə də başqası var. Orada tutaq ki, deyək 5%dir. Bu da spirtin sudan məhluludur. Amma burada neçə faiz spirtdir? 5%. Burada neçə faiz spirtdir? Bu qatı məhluldur. Bu isə duru məhluldur. Sən bu qatını, yəni qatı kimi düşünmə. O da elə belə şəffaf maye edir. Həll olanın miqdarı çoxdursa qatıdır. Həll olanın miqdarı azdırsa durudur, bu qədər. Yəni qatını illa o qatıq kimi olacaq, belə süzüləcək, belə özlü olacaq, belə düşünmə. Yaxşı? Aydındır? Başa düşdünüz? Əl. Bəs doymuş, doymamış nədir? Siz olunmu ki, səhər şirin çay eləyəndə başınız qarışıq, şəkəri çox tökürsünüz? Görürsünüz ki, nə qədər qarışdırırsınız, şəkər həll olmur. Sökür dibə. Çünki o məhlul artıq doydu. Həll edicinin də həll eləmək qabiliyyəti var da müəyyən qədər. Məsələn, bir stəkan isti su, deyək 40 dərəcədə 10 qaşıq şəkəri həll eləyə bilir. 11-ci qaşıq şəkəri töksən, o həll olmayacaq. Nə olacaq? Elə çökəcək dibə. Anladın mı? Deməli, doymuş məhlul nədir? Həll olanın əlavə miqdarını həll eləyə bilmir. Tutaq ki, bu sinif olsun həll edici. Bu oturacaqlara da gəlsin uşaqlar otursun. Bu sinif neçə uşaq qəbul eləyə bilir? Deyək ki, 20. 21-ci adam gəlsə nə edəcək? Ayaq üstə qalacaq da. Yer yoxdur axı. Burada neçə nəfərli yer var? 20 nəfərli. 21-ci adam nə edəcək? Ayaq üstə qalacaq. Deməli, bu sinif olacaq doymuş sinif. İndi fikirləş ki, 20 nəfərli yer var, sinifdə də cəmi 10 nəfər var. Bu sinif doymur. Yəni buna əlavə nə etmək olar? Adam gətirmək olar. Doymuş məhlul da belədir. Əgər həll olanın əlavə miqdarını həll eləyə bilirsənsə, deməli hələm doymur. Yox, həll elədiyin elə həll olmur, tökür dibə ya qalır üzdəsə, bu iş doyur. Anladınız məntiqi? İndi uşaqlar çox vaxt bu doymuşu qatı, doymamışı duru zənn eləyir. Amma belə deyil. Doymuş, doymamış tamam ayrı anlayışdır, duru qatı tamam ayrı anlayışdır. Mən sizə eyni maddənin 2 dənə duzunu göstərəcəm. Biri məsələn olsun kalsium sulfat, biri olsun tutaq ki natrium sulfat. Bunlar ikisi də duzdur uşaqlar. Bu çox yaxşı həll olur. Çox yaxşı həll olur. Bu isə pis həll olur. Bu nə olur? Pis həll olur. Yəni 1000 qram suda 2 qram həll olsa, yoxsa olmasa böyük şeydir. İndi mənim əzlərim, mən bu götürürəm bir stəkan suya,
Bunu da qatıram. Bəlkə suyu 1000 qram su olsun burada. Nə qədər su olsun? 1000 qram su olsun burada. Mən bundan 2 qram atan kimi vura, bu doyurdu, qutardı da. 2 qramdan sonra nə töksəm, çökəcək dibə. Deməli 2 qram bu duzdan bəhs edir ki, burada bu duzun doymuş məhlulu nə olsun? Əmələ gəlsin. Amma bunun doymuş məhlulu duru olacaq. Necə olacaq? Çünki çox az həll olub axı suda. 1000 qram suda cəmi 2 qram sıfırdan, nə bilim, %2% edir, onda 2% edir. Nə çox kiçik bir ədəd edir də pay, hə? İndi bu isə 1000 qram suda. Bu isə 1000 qram suda. Deyək ki, bu məsələn 450 qram həll olur. Və doyur. 450 qram tərəfi həll olunur. Atıram o ədədlər real deyil. 450 qram həll olur. Bunun doymuş məhlulu isə nə oldu? Nə oldu? Qatı. Hətta 450 tökmürəm. Bu 450-dən doyursa mən bura 400 tökürəm. Bu məhlul doymayım, amma yenə qatıdır. Yəni doymamış məhlul qatı ola bilər. Doymuş məhlul duru da ola bilər. Baxır kim həll olur. Baxır kim həll olur. Aydındır? Yəni doymuş məhlul illa qatı olacaq deyə bir şey yoxdur. Doymamış məhlulda illa duru olacaq bir şey yoxdur. Bunlar tamam bir-birindən ayrı-ayrı anlayışlar. Bəs bunlar eynidir. Necə eyni? Biz eyni. Bu ayrı duzlu, bu ayrı duzlu da. Siz demişdiniz amma qatı ilə duru da eyni olmalı deyildi. Hə, yox, həll olmamış. Öyle dememişim. Hə, hepsi bu qarşıdır. Buraya kadar şu aydındır. Bəli. İndi biz dedik ki, biz bərk maddələrin həll olması temperaturla necə asılıdır? Düz asılıdır. Elə? Aha. İndi temperaturu dəyişəndə bərk maddənin həll olması da artır və azalır. Mən indi temperaturu sabit saxlayıram. Nə edirəm? Temperaturu sabit saxlayıram. Sabit. Məsələn, olsun 40 dərəcədə. Temperatur 40 dərəcə. Temperatur çünki dəyişsəm, həll olan maddə miqdarı dəyişir. Məsələn, mən 40-da 5 qaşıq həll edə bilirəm. Çünki 50 olanda 5 qaşıq yarım həll olur. Daha çox miqdar həll olur. Temperatur sabitdirsə, hər bir maddənin həll ola biləcəyi maksimum miqdar var. Temperatur nədir? Sabit. Çünki 40 dərəcədə 1000 qram su götürürəm. Nə qədər su götürürəm? 1000 qram su götürürəm. 1000 qram suda, məsələn, bir X duzunun nə qədər həll ola bilir? Ta ki 250 qrama həll ola bilir. Nə qədər həll ola bilir? 250. Yəni 1000 qram, 40 dərəcədə 250 qram həll olur. O 251-ci yüzü nə edir? Çökür dibə. Bu belə çıxır ki, o zaman hər bir maddə üçün belə bir sabit var da, düzdürmü? Məsələn, bu X duzu 250 qram həll oldu. Məsələn, bir Y olar 300 həll olar. Bir Z olar, elə bir lop belə 1000 qram həll olar. Aydındır? Buna deyirlər həll olma əmsalı. Buna nə deyirlər? Həll olma əmsalı. KH ilə işarə olunur. Əslində bu həll olma əmsalı 1000 millilitr həll edicidə. Nədə? Bu əslində nədir? Bu belədir bunun tərifi. 1000 millilitr həll edicidə həll olan maksimum miqdar. Maksimum miqdar. İndi deyəsən, mən bu 1000 millilitr dedi, sən suyu burada 1000 qram götürdün. Ona sən düz gəlmədi axı tərifdən. Tərif deyir ki, 1000 millilitr həll edici. İndi həll edici su olar, spirt olar, efir olar, fərqi yoxdur. Axı sən 1000 qram götürdün. Deməli, əzizlər, kimyada, hesab kitab aparanda suyun elə millilitrini qramına bərabər götürürlər. Bunun səbəbi nədir? Su 4 dərəcə Selsidə, müəyyən şəraitdə, 4 saf suyun sıxlığı 1-dir. R'su nəyə bərabərdir suyun? Suyun R'su 1 olanda, R da bərabərdir M bölü V-dir axı. Əgər bu 1-dirsə, o zaman M V-yə bərabər olur. Yəni 1000 millilitr elə su 1000 qram kimi götürülür. Axı deyəsən, mən 4 dərəcədə yox, burada 40 dərəcədə götürmüsən. Necə ki, o fizikada sürəti nəzərə almırlar da hesab kitab aparanda. Burada da bunun bu kəsirlərini, küsuratını nəzərə almırıq, elə 1000 qəbul edirik. Əgər həll edici sudursa, 1000 millilitr demir, elə 1000 qram götür getsin. Deməli, 1000 qram suda həll olan miqdara nə deyirlər? Həll olma əmsalı. 1000 qram suda həll olan miqdara nə deyirlər? Həll olma əmsalı. Bu üçün bir uydurma düstur da var, belə bir düsturdur. Əslində bu tənasübdən çıxır. M həll olan bölünsün V məhlul, vurulsun, yox, məhlul yox. V həll edici vurulsun nə? 1000. İndi niyə 1000-ə vururlar, onu da sizə deyirəm. Belə bir düstur var, KH tapmaq üçün. Həll olanın miqdarı bölsən məhlulun həcminə, vurursan nəyə? 1000-ə. Bu olur, sənə verir həmin temperaturda, həmin maddənin həll olma əmsalını. Həll olma əmsalları, yəni 1000 millilitrdə maksimum həll ola biləcək miqdarı. Aydındır. İndi gəlin bunu tapaq. Tutaq ki, mən sizə belə bir şey verəcəm. Bunu burada silirəm. Bu düstur nətər çıxıb ortaya onu sizə göstərəcəm.
Tutaş yazılır. Bizim bizə belə bir misal verib. Müəyyən temperaturda 200 qram suda 50 qram natrium OH həll edilərək doymuş məhlul alınmışdır. Nə? Doymuş məhlul əmələ gəlmişdir. Həmin temperaturda KH tap. Həmin temperaturda nəyi tap? KH tap. İndi bunu mən düsturla tapa bilərəm. 50-ni bölərəm 200-ə, vuraram 1000-ə, çıxar cavab. İndi amma mən istəyirəm siz bunu başa düşəsiniz. KH nə qədər suda həll olan miqdar idi? Bayaq dedim. Nə qədər suda? Deməli, M həll olan KH qədər olanda M su nə qədər olur? 1000 qram. Nə qədər olur? Bizdə bəs nə qədər su götürürük? 200 qram su götürürük. Bəs nə qədər ondan duz deməyim, bu əsaslı fərqi. Nə qədər həll olan var? 50. İndi bu %50 isə bunu çarpaz edib KH tapmaq olar? Hə? Buradan KH nəyə bərabər olur? Oradan yazın. Buradan görsən, buradan yazın. KH nəyə bərabərdir? 50 bölünsün nəyə? 200-ə, vurulsun nəyə? 1000-ə. Elədir. Bu 50 M həll olandır. Hə? Bu 200-də suyun əzmidir də və su kimdə götürmək olar da ona? Vur 1000-dəki burada 1000 qramda həll olduğuna görə. Deməli, bu əslində tənasübdən çıxır. Bu düstur nədir? Uydurma şeydir. Tənasübdən çıxan şeydir əslində. Anladınız məntiqi? Sadəcə bilin ki, bunun vahidi qram böl litrdir. Çünki yuxarıda kütlədir, aşağıda həcmdir. Vahidi nə olacaq? Qram bölünən litr. Vahidi nədir? Qram böl litr. Həll olma əmsalı nəymiş? Neçə qram suda? 1000 qram suda həll olan maksimum miqdar. Aydındır? Başa düşdünüz? 100%. Alın. Keçək indi həll olan maddənin kütlə payına. Buna faizlə qatılıq da deyirlər. Nə deyirlər buna? Faizlə qatılıq. Əgər buna faizlə qatılıq deyirlər, o zaman başqa növ qatılıq da var da. Var. O da olur molyar qatılıq. O da olur nə? Baxın, bizə həll olan maddənin miqdarını, bunları biz həll elədik. Gəldik buna. Deməli, həll olan maddənin miqdarını bizə göstərmək üçün, həll olan maddənin miqdarını göstərmək üçün iki dənə kəmiyyətdən istifadə edirlər. Bir, molyar həll olan maddənin kütlə payıdır. Faizlə qatılıq da deyirlər buna. Bir də molyar qatılıq. Bu iki anlayışdan istifadə edirlər ki, həll olan maddənin miqdarını bizə bildirsinlər. Elə bir sinifdə neçə uşaq olduğunu necə deyə bilərəm? Ya deyərəm ki, konkret A qrupunda 30 nəfər var. Ya da deyərəm ki, 10 oğlan, 25, 20 qız. Yenə də sən sayı biləcəksən ki, 30 nəfərdən söhbət gedir də. Ya da məndən başqa deyərəm 30 nəfər. Mən bir üsulla sənə bildirərəm də bu sinifdə neçə nəfər var. Düzdürmü? Elədir. Bu da bizə həll olanın miqdarını göstərmək üçün birinci bu faizlə qatılıqdan. Faizlə qatılığı əslində bilirsiniz, kütlə payı. Kütlə payı nə idi? Ümumi kütlədə sənin nəyin? Payı. Məsələn, burada nə qədər həll olan var? 250. Nə qədər həll edici var? O zaman məhlulun kütləsi nə qədərdir? 1250. 1250-də bu həll olanın payı var yoxsa yoxdur? Var. 1250 neçə faizdir? Gəl tapaq da. Deməli, 1250-ni götürək 100%, neçə faiz? 100. Yəni bir şeyin tamamı neçə faiz olur? 100% olur. Axtardığım 250-yə də omega deyəcəm. Omega ilə işarə olunur kütlə payı. Nə ilə işarə olunur? Omega x duzudur da bu, omega x. Buradan omega x nəyə bərabərdir? 250 bölünsün nəyə? 1250-yə vurulsun nəyə? 100-ə. Bunu bir düstur halına salırlar. Yazmalar omega x bərabərdir. Mx bölünsün m məhlul vurulsun 100. Aydındır? Bu məhlulun kütləsidir axı. Yəni bunu sən belə tənasüblə zaten özün tapa bilirsən. Düstur kimi veriblər də bunu daşır. Kütlə payın düsturu. Kütlə payın nə düsturu? Bu tənasübdən çıxan şeydir də. Aydındır? Başa düşdünüz? Nəymiş bu omega kütlə payı nəymiş? Haydi bu bizim nə işimizə yarar bildik hə. Kütlə payı omega belədir. Hə, nə işimə yarayır? İndi burada hər şey vermişdir də, bəzən vermir axı. Bəzən belə qurur cümləni. Məsələn, cümlə qurur ki, bizim 200 qram spirtin suda məhlulu var 200 qram. Deyir 10%dir. Neçə faizdir? Deməli 200 qram məhlulu var. Özdə spirtin suda məhlulu. Nə? Spirtin suda məhlulu. 10%dir. Məhlul 10%dir. Yəni bu nə deməkdir? Sənin 200 qram məhlulun var. Onun spirt hissəsi
Neçə faizdir? 10 faizdir. Yerdə qalan su hissəsi isə təbii ki, o da 90% olur. Adətən bu faiz həll olanı göstərir. Nəyi göstərir? Sənə desək ki, 200 qram 10%li məhlul, bu 10% həll olanı göstərir. Yəni həll edici olan suyu Suda 18. yəni bunu tapa bilərik də 200-ün 10% nə qədər eləyir? 20 qram. 20 qram spirtli 180 qram da sudur. Eləmi? İndi mən sizə bayaqki şeyə bir geniş eləyək. Deyək bu məhlul doymuş məhluldur. Necə məhluldur? Deməli, M həll olanımız nə qədərdir bizim? 20. M suyumuz nə qədərdir bizim? 180. Bəs KH istəyir səndən. KH nə qədər suda həll olan miqdardır? 1000. KH nə qədər həll olan miqdardır? 200. Mində su 1000 olanda həll olan miqdar KH-a uyğun idi. 180-ə 20-si KH-ı buradan nə eləyərik? Taparıq da. 200 qram da mən. 200 eləmir, 9 da bazdır. 180-ə 20-dir, bu 9 da var. 9-a böləndə bu qədər 110 neçə eləyir. Tam ədəd deyil, uydurdum axı. Özünü uydurmuşum. Məntiqi başa düşdünüz? Anladınız? Yəni sən bax bu sənə belə bunları versən, səndən KH-ını çox rahat taparsan. Çünki su 180 olanda 20-dir, minədə KH-dır da. Anladın mı? Başa düşdün? Gördün mü sən bu kütlə payını verəndə sən həll olanın miqdarını qramla tapa bilirsən? Gördün? Əhsən. İndi bir də var molyar qatılıq. Faiz qatılığı ilə işarə oldu omega ilə. Bunun vahidi olmaz. Bir də var molyar qatılıq Cm. Vahidi mol bölü litr və yaxud da M hərfi ilə işarə olunur. Molyar. 1 molyar elə 1 mol bölü litr eyni şeydir. 1 molyar elə 1 mol bölü litr eyni şeydir. Bəs bu molyar qatılıqları, bu kütlə payını bildim də, məhlulda həll olanını kütləlisini göstərir. Buna faizlə qatılıq da deyirlər. Nə deyirlər həm də buna? Faizlə qatılıq. Çünki faiz tapırsan axı, görmədin 10%, 20%. Riyaziyyatda var məhlul. Bəli, eyni şeydir. İndi, bəs bu molyar qatılıq nədir? Bu Cm ilə işarə olunur. Nə ilə işarə olunur? Cm ilə işarə olunur. Nü həll olan bölünsün V məhlul belə hesablanır. Bu bizə nəyi göstərir? Bu molyar qatılıq 1 litr məhlulda, 1 litr məhlulda, demirəm amma həll olanda, 1 litr məhlul, cəm, 1 litr məhlulda həll olan maddənin miqdarını göstərir. Məsələn, əgər sənə Cm 5 mol böl litr veribsə, bu nə deməkdir? Və yaxud da 5 molyar veribsə, eyni şeydir ya bunlar, ikisi eyni şeydir. Bu nə deməkdir? O demək ki, bu məhlulun 1 litrində 5 mol həll olan var. Anladın? Tutaq ki, bu həll olan maddə natrium OH-dır. Nədir balam? Natrium OH-ın molyar kütləsi, nisbi molyar kütləsi 40-dır. Yəni 1 molun kütləsi nədir? Bizdə 1 litrdə nə qədər var? 5. O zaman tapa bilərəm neçə qramdır? 5-i vuraram 40-a, neçə eləyəcək? 200 qram. Deməli, bu məhlulun 1 litrində 200 qram həll olan maddə var, yəni natrium OH. Deməli, bu da mənə kömək edir mi kütlə miqdar tapmağa? Zaten molun bilməklə, kütləsindən bilməklə eyni şeydir də, molyar kütlənin burasını tutarıb edəcəklər. Anladınız mı? Bu iki anlayış həll olanın miqdarını bizə göstərir. Biri birbaşa faizlə onun qramını göstərir, biri də onun mol miqdarını göstərir. Təbii ki, onu da qrama çevirmək olur. Aydındır? Bu iki anlayışdan istifadə edəcəyik, həll olanın miqdarını özümüz üçün edəcəyik, müəyyən edəcəyik. Sonra da qalanda nə istəyir onu etab, nə istəyir onu edəcəkdir. O qalır misalda çalışmada bizdən nə istəyəcək, biz onu da işləyəcəyik. Sonra molyar qatılığı dedim, indi sizə durultma qanunu deyəcəm. Durultma sözün mənası bilirsiniz nədir? Hə? Qurutmaq. Yox, qurutmaq demirəm, durultma. Bir şey qatıdırsa, üstünə su tökürlər, durulur da. Elədir? Bu durultma qanununda bir şeyə, nə bilim, su tökmək, su çıxarmaq, əgər həll olan varsa, həll olan töküb çıxarmaq budur yəni. Söhbət bundan gedir. Zaten hesab kitablarında çoxu bunların üzərindən olur. Odur ki, mən indi istəyirəm bunu tam diqqətinizi, bayaqları əgər 70% indi 100% verin. Çünki məsələn, misal istəsin burada eləyəcək bu durultma qanununda. Bu durultma qanununda bizə nə deyir və biz burada necə işləyəcəyik? Baxın, belə bir ifadə yazacağım sizin üçün və bu ifadəni niyə yazdığımı göstərəcəm. Durultma qanunu belə ifadə olunur. M1 deməli, M1 omega 1 üstə gəl M2 omega 2 üstə gəl belə gedir. Mn omega n bərabərdir. M1 üstə gəl M2 üstə gəl belə gedir.
mn vur omega son. Bu nədir və bunu niyə belə yaza bilirik biz? Uşaqlar, tutaq ki, mən bir məhlul götürürəm, burada. Bir qab götürürəm. 2 dənəsini qatacam bir-birinə. Elə bir təkcə 2 çizim baxacaq. M1 omega 1 var belə. Yəni 5 dənə olsa eləmə olar, 10 dənə də olsa eləmə olar. 2 rahatdır da. 2 ilə başlayaq. Bu mənim məhlum olsun 200 qram. Neçə qram olsun? 200 qram 10% olsun. Neçə faizli olsun? 10%. Yəni bu duzu ümumi neçə faizidir? 10%. Bir dənə də başqa məhlulum var. O da olsun 300 qram. 300 qram. O 20% olsun. Neçə faizli olsun? 20%. Mən bunları qatıram, bir-birindən qarışdıracam, bir yeni məhlul alacam. Elə bir 500 qram 30 faiz. 500 qram alacam, amma neçə faizli olduğunu bilmirəm. 500 qram x faizi. Oğlum, nə bildim? Elə bu kütlələr toplananda faizlər də toplanır. Elə deyil, elə deyil. O, elə deyil. İndi bir dənə müəllimə qulaq asın. Deməli, mənim əzlərim, bu bizim M1-imizdir. Düzdür? Bu da bizim omega 1-imizdir. Elədir? Bu bizim M2-imizdir. Bu da bizim omega 2-imizdir. Bu zaten bəllidir. M1 üstəgəl M2'dir. Bu da omega sondur. Omega nədir? Son. İndi mən bu omega nəyi göstərir? Həll olanın miqdarını göstərmir. Yəni duzu göstərmir. Yəni burada duzu tapmaq istəsəm 200'ü 10'a vurub nəyə böləcəm? 100'ə. Yəni M1'i vuracam omega 1'ə böləcəm 100'ə. Bu mənə verəcək birinci qabdakı duzu miqdarı. Nəyi verəcək? Duz 1. Elədir. Keçirəm ikinci qabda duzu tapmaq istəyirəm. Bu da neçə faiz idi bunun? 20% idi də. O zaman bu M2'ni vuracam omega 2 böləcəm 100'ə. M2 vurulsun omega 2 bölünsün 100. Bu da mənim ikinci qabdakı duzumu verəcək. Duz 2. İndi mən bu qabları bir-birinin üstə tökəndə, və duzun miqdarında dəyişiklik olur. Sənin cibində 10 manat var, məndə 20 manat var. Biz indi deyirik ki, gəl pullarımızı birləşdirək. Onda nə olur? 10 plus 20 olmur. Duzun miqdarı nə olur? Dəyişmir şey. O zaman bu qablardakı duzların cəmi elə son qabdakı duza bərabərdir. Sonda neçə faizi demişik buna? Omega son demişik də, indi x-dir, bilmirik neçədir. Omega 20 olduğunu... Nə bilsə 20'dir, 20 deməmişəm mən ona. Bilmirəm bunu, x demişəm. Omega son demişəm. İndi bu necə olacaq? Omega sonu vuracam nəyə? M1 üstəgəl M2. Aha, M1 üstəgəl M2 3'dəyə vuracam omega sonu. Böləcəyik. Böləcəm 100'ə. Bu da mənə son duzu verəcək. Duz nə? Son. Ha? İndi bu duzların cəmi bərabərsi bu ifadələr də bərabərdir. Elə hər tərəfdə 100'ə vursam bu 100'lər gedər. O zaman M1 omega 1 üstəgəl M2 omega 2 bərabər olacaq M son omega sona. Razısınız? İndi dəqiq məsəl Düstur alındı. həmin yuxarıdakı düstur çıxdı ortaya da. Hardan çıxıb onu göstərirəm də sizə. Aydındır? Ha indi bu gəl indi hesablayaq. 200'ü nəyə vuracaq ona? 200 vur 10. Üstəgəl 300 vur 20 bərabərdir. 500 vur nəyə? X-ə. İndi bu sıfırları buradan silək. 20 bu da 60 neçə eləyir? 80'i 5'ə böl. 16. Hə deməli sonuncu mənim 16%ymiş. Bence son işləyəcək burada bizdən. Hə sonu istəyir bizdən. 16%ymiş. İndi könlün istəyirsə sən dəqiq hesablayım onu. Bax birinci qabda 10% duzdur. Yəni nə qədər? 20 qram. İkinci qabda neçə faiz duzdur? 20 faiz. 60 qram. 60 olur. Cəm nə qədər oldu? 80. 85 neçə faizdir? 16%. Belə də işləyə bilərsən. Riyazi yolla. Mən elə işləyirəm yuxarıdakı kimi. Amma birdən də istəyirsən bu düsturla işləmək, düsturla işlə. İndi uşaqlar, qaba su əlavə edib qabdan su çıxarmaq var. Qabdan nə eləmək? Su əlavə eləmək, su çıxarmaq. İndi orada necədir vəziyyət? Orada necədir vəziyyət? Eyni şey işləyəcəm, eyni cür. Düstur beyni Amma deyil. eyni şey, eyni şey. İndi təzə qab çəkmirəm, belə də saxlayıram. Mən bu qaba su tökmək istəyirəm. Nə eləmək istəyirəm ona? Su. Su. Suyun içərisində duz var, təmiz suda. Hayır. O zaman omegası sıfırdır, hə? Hə? Allah, omega sıfırdır. O zaman M1 omega 1. Üstəgəl, M su sıfıra varanda nə edəcək? 0. Heç nə. Bərabərdir. M1 üstəgəl, M su. Hə? Bu omega son və yaxud da nəsə deyilir. Belədir də? Su əlavə eləyəndə də budur, çıxaranda da budur. Çünki su əlavə eləyəndə də, çıxaranda da suda heç nə olmadığı üçün da o ikinci hissə nə olur? İtir. Onu birbaşa belə yazırlar. M1 omega 1 bərabərdir. M2 elə omega 2-yə, yəni sona. M son omega sona bərabərdir. Belə də yaz, belə yaz getsin, 2 yaz getsin. Anladın məntiqi? Çünki su nədir? Sıfırdır da. Su sıfırdırsa su bir işə
Yaramadı. Bəs duz əlavə edib çıxarmaq necə olur? Başqa məhlul. Deyəsən mənə duzu əlavə etmə bildimi? Duzu bəs necə çıxararlar ki? Ha? Su belə deyil axı, buxarlandıraram su çıxar da, hə? Düz necə çıxarır? Deyəsən nə deyəsən də deyəsən. Sualı sən verməsən, mən sənə əvəzini verirəm də sualı. İndi duz əlavə eləmək problemi yoxdur da, duz. Bəs duzun özündə omegası nədir? Duzun içi ancaq duzdan ibarətdir. Faiz neçə olar? 100. Omegası 100'dür. Omegası 100'dür. O zaman düstur böyle bir hala gələcək. M1 omega 1. Üstəgəl M duz vurulsun omega duz yəni 100'ə bərabərdir. M1 üstəgəl M duz Omega son. vurulsun omega son. Anladın? Hə indi bəs çıxarmaq necə olar? Bayaq demədin ki, isti suda daha çox həll olur. O zaman mən bunu soyutsam duzun bir hissəsi nə olacaq? Kristallar şəklində nə olacaq? Aynen. Ya bu da çıxarmaqdır. Kristallaşdı. Soyularam duzun bir hissəsi çıxardır. Anladın mı? Etiket belirli. Başa düşmədin? Qaynat suyu duzu tök içinə. 10 qaşıq duz. Sonra qoy pəncərəyə soyudur, özün duzu ayrıldı onun içindən. Deməli elə əlavə eləmək də çıxarmaq da eyni şeydir. Oldu. O mən onu eləyirəm də bir ləhcə ilə əlaqədar. Sən niyə eləyirsən elə? Mən də öyrəmsən. Biz mən uzanıram da. Sən də eləyirsən. Yaxşı, ya. Davam elə. Başa düşdünüz balam, su əlavə edib çıxarmaq. İndi bir məsələ var. Yadda saxlayın. Sən iki məhlulu bir-birinə qatırsansa, istən məhluldan məhlul qat, istən məhluldan suyu qat, istən məhluldan duzu qat. Alınan yeni məhlulda kütlə payı həmişə o ikisinin arasında olur. Anladın mı? Tutaq ki, sənin var 10 manatın, mənim var 50 manatım. İstəyir pullarımızı biz ortaqlaşdıraq. İndi onunla 50-ni ortaqlaşdırsan nətər olar? Onunla 50-nin arasında bir şey olar da. Sənin 10 manatdan az da pul düşməz ki, məndə 50-dən çox düşməz ki, arada bir şey alınır da. Demiş ki, 2 nəfərin arasında olan çox rahatdır da, mən qoyun bir yerə 2-yə bölür. İndi bu sinifdə biz 10 nəfəriyik, 7 nəfərin 10 manatı var, 3 nəfərin 50 manatı var. 30'dan olarsın. Yox, 7 nəfərin 10 manatı var, 3 nəfərin 50 manatı var. Amma yenə də hər kəsə düşən pul ondan 50-nin arasında olar. Ondan az düşməz, 50-dən çox düşməz. Anladın? Yəni sən iki şey qatırsansa bir-birinə, onlar arasında bir şey alınacaq. İndi müəllimə bir dənə qulaq asın. Sənin tutaq ki, 2 dənə məhlulun var. Evdə var, spirt var, 90% spirtin var. Bir də evdə var, 10% spirt. Sən ana tapşırır ki, balam, sən kimyaya getsən, axı məhluluzat bilərsən. Bizə 70% spirt lazımdır. Bunlar necə qataq? Hərəsindən nə qədər götürək? Bu M1'im olsun, bu da M2'm olsun. Bunları nə qədər götürüm ki, mən burada neçə faizli alım? 70. 70% alım. Eləmi? İstən düstur nə elə? Yazarsan M1 vur 90, hə? Üstə gəl M2 vur neçə? 10 bərabərdir. M1 üstə gəl. M2 vurulsun neçə faizli almaq istəyirsən? 70% almaq. 70. Burada vurarsan, bölərsən, bu sıfırlar gedər buradan. Onlar 9M1, üstə gəl, M2 bərabərdir, 7M1, üstə gəl, 7M2. İndi M2'ni bura, M1'i bura atsaq, 2M1 bərabər olar 6 nəyə? M2 iksar gedər. M1 bərabər olar nəyə? 3M2'yə. Yəni M2'ni 1 qram götürsən, M1'i neçə qram götür? 3. Deyəsən, ana, bundan 1 qram, bundan 3 qram. Yəni, M2 hansıdır? Hə, bundan 1 qram, bundan 3 qram götürsən olar. Və yaxud da bundan 10 qram, bundan 30 qram, bundan 100 qram, bundan 300 qram. Yəni birin 3-ə nisbət tapdın da. Elə sən hər dəfə belə bunu yazıb pozub əziyyət çəkmə deyə bir üsul var, deyirlər xaç üsulu. Nə üsulu? Sən 90-dan ondan neçə almazsan? 70. Bunları çarpaz çıx o belə. Çıxdın çarpaz bunları. 35. Böyrək istəyir çıxırsan. Bundan mı çıx neçə eləyir? 20. Bundan mı çıx? 60. İksar gəlir neçəyə? 3-ün 1-ə. Deməli M1'in kütləsi 3-ə uyğun olanda M2 neçəyə uyğun olur? 1-ə. İndi sən deyir ki 200 qram M2'm var. 200 qram nəyim var? Bəs bu neçə qram olacaq? 200 nəyə uyğun gəldi ola? Deməli 1'ə uyğun gəldi 200, 3'ə uyğun nə gələcək? 600. Tutardı bunu 600 götür. Deməli əgər sən 200 qram 10%'in varsa, 600 qram 90% döysən, cəmi nə qədər edir? 800 qram 70% alacaqsan. Anladın mı balam? Hansıda yaşlı? Nədir? Yox, küpüsü var. Baxın, hansı işçi istifadə edirsən də. Aydındır əzizlər. Aydındır. Dəqiq başa düşdünüz. 100% başa düşdünüz. İndi tutaq ki, suyu qatırsan. Deməli, sənin var 90%li bir, M1 qram spirtdə suda məhlul var. Bunun üzərinə su gəlmək istəyir, su. Suyun faizi nə idi suyun faizi? Suda var idi spirt təmiz suda. O zaman neçə faizlidir? 0. Bax, duruldacam indi onu. 90'da düşəcək aşağı faizi. Durultma o budur.
Bax indi 90% deyil, qatı məhlul deyil, onu duruldacaq. Neçə faiz istəyirsiniz? Ürəyin neçə istəyir? 60. İstəyir 60 olmalı. 60%. Ama 60 olmasın, 62 olsun. Yəni. Konkretdə 62 olmaq istəyirəm. Çarpaz çıxırsan, bura neçə edir? 62. Bura neçə edir? 28. Bunlar yəni iksar gelirlər. Neçə gelirlər? Şey gelirlər. Burada qalan neçə? 31. Burada neçə? 14. Bunlar bölünməzlər nəyəsə məncə. Bölünmürlər. Deməli, 14 qram su götürsəm, 31 qramda 90%-dən götürsəm, qarışdıraram, alaram neçə faizdir? 62%. İndi o kimi belə 31 götürərsən, bunu 310 qram götür, bunu 140 qram götür. Anladın, məntiq o deyil də, yəni bunlar nisbəti 31-in 14-də. Aydındır, başa düşdünüz, dəqiq anladınız bu necə işləyirəm, 100%. İndi mən duz tökürəm, duz, elə baba, tutaq ki, deyək bizim... İndi mən 10%-li məhlulum var, neçə faizli məhlulum var? 10%-li. Mənim var 10%-li spirtin suda məhlulu, bir də spirtin özünü götürəm. İndi mən burada 100% yazdım, amma 100% spirit heç vaxt olmur, 98 o tərəf olmur. Yəni o suyun bir hissəsini heç vaxt onun içindən çıxarmaq olmur. Təmiz, tərtəmiz spirit belə olmur da, bir də suyu olur. Tutaq ki, deyək də burada götürürük. Neçə almaq istəyirik? Hə? Biz yenə də 100 hesab. Ay, götür, hə, problem deyil, sən al. 70. Neçə faiz alaq? 75% almaq istəyirik. İndi bunları hansı nisbətdə götürməliyəm? Çarpaz çıxıram. Bundan mı çıx? Neçə edir? 65, bundan mı çıx? 25. Yəqin ki, bunlar 5-ə hesab edirlər. 13, 5. Deməli bu 13 qram 15-ə. 15 O yox, yuxarıdakı 15. 25'i 5'e bölsün. 25'ti o. Ha 75'i mən götürdüm. 25. Üzüncü sərməyiniz. 5 də olmaz, heç nə olmaz. Bu 5-dir, bu da 13-dür. Oldu mu? Olur da orada bu bölmədə zotda qoyulur. Mən də orada qarışdırıram. Bunlar güzel olur da belə şeydir. Aydındır, dəqiq başa düşdünüz. Axı biz demişdik ki, maddə miqdarını ancaq bu M ilə omega ilə göstərmirlər, S ilə də göstərirlər, hə? Molar qatlıqla, hə? Əgər molar qatlıqla göstərirlər, o zaman elə molar qatlıqçını durultma qanunu yaza bilərik də biz. Eyni şeydir. Aynı şeyini yazmıram ki. Kütlənin yerinə həzm yazacağam, omega yerinə də molar qatlıq yazacağam. Çünki omega həll olan miqdarını göstərmir, omega. O həll olan miqdar orada da qatlıq göstərir də. O zaman M-in yerinə V yazacağam, omega'nın da yerinə S yazacağam. Olacaq S1 V1, üstə gələn S2 V2 plus böyle gedir Cn Vn bərabərdir. V1 üstə gəl, V2 üstə gəl, Vn S son. Elə eyni bunun kimi də. Tutaq ki sənin V1 həcm litr, V1 litr, bilmirəm neçə litrdir. 10 litr, 20 litr, 100 litr fərqi yoxdur. 5 molyar məhlum var, 5 mol bölüdür. Yəni S1-indir də sənin. Eləmi? Sən bir də V2 var, o da olsun 15 mol bölüdür. Sən bunları qarışdırıb ancaq arada bir qatlıq ala bilərsən. 15 ilə 5-in arasında nə alaq? Ürəyiz nə istəyir? 10. 4 nətər alarsan 5 ilə 15-in arasında? 8. 8 olar, 8 alaq. 8 mol bölü. 10 almaq istəmirəm, niyə? 10 almaq üçün birin birə götürəcəksən. Tən ortanı alırsan, sən həmişə birin birə olur. İsən yoxla, 10 yaz bura, 5, 5, birin birə. Ədəd ortası. Hə, ədədi ortada yox. Onun üçün istəmirəm, 8 olsun. Bunlar çarpaz çıxıram, neçə edir yuxarı? 7, aşağı neçə edir? 3. Deməli, bunu 3 litr götürsən, bunu neçə litr götürməlisən? 7 litr. Bu məhluldan 3 litr, bu məhluldan 7 litr götür. Qarışdır, 8 mol litr olan bir qatlıq alasın, cəmdəki 10 litr. Anladınız? Eyni şeylər bunun üçün də eləyə bilərik. Bir də bir şey deyim sizə xatirimdən çıxmadan. KH ilə omega arasında əlaqə var. Yəni həll olma əmsalının kütlə payı arasında. Uşaqlar, M həll olan KH olanda M həll edici və yaxud M su nə qədər olurdu? 1000 olmurdu. Hə? KH 1000 qram suda həll olan miqdar deyildi və yaxud 1000 mililitr. O zaman məhlulun kütləsi nə qədər olar? Məhlulla bu ikisinin cəmi deyilmi? O zaman məhlulun kütləsi də bununla bu cəmi olar. O da olar nə? 1000. KH üstə gəl 1000. Məhlulun tamamını 100% götürmək olar, olmaz? Olar. Məhlulun tamamı 100%-dir. Elə? Həll olan miqdarda KH-də axı. KH da omega-da, hə? O zaman burada omega nəyə bərabərdir? Omega bərabərdir. KH bölünsün və ya KH vurulsun 100. Bölünsün KH üstə gəl 1000. İndi sən bir məhlul verəm, doymuş məhlul. Doymuş məhlul omegası 40%-dir. Deyirəm KH-ı tap. Nə var tapmaq? 40 bərabər. Bura 40 yazacağam. Vuracam böləcəm, KH tapacağım da bir məhsulu təlik. Və yaxud da deyirəm KH 250-dir, qram bölü litrdir. Omega tap. Heç nə, 250 qoy bölürəm, omega tapırsan. Söhbət doymuş məhluldan gedir. Aydın da,
Dəqiq başa düşdünüz uşaqlar? 100%. Aynen. Hayır. 100%. İkiz də ailəsidir. Hı. Dəqiq başa düşdünüz? Bəli. Əla, gözəl. Keçər indi misallara baxarıq.